Bu ilin iyul ayında Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin ekspert qrupu Suriya Ərəb Respublikasının Palmira şəhərinə ezam olunmuşdur. Ezam olunmuş Rusiya alimləri Vəhhabi terroristlərinin Palmira şəhərinə vurduğu ziyanı hesablamışdılar. Mədəniyyət xadimləri bu səfərin nəticələri barədə mətbuat konfransı keçirdilər. Mətbuat konfransında çoxlu sayda media nümayəndələri iştirak edirdi. Bu onu göstərir ki, Suriyadakı tarixi incilərin taleyi Rusiya ictimaiyyətini olduqca çox narahat edir. Xatırladaq ki, dünya sivilizasiyasının beşiklərindən biri sayılan Palmira şəhəri 27 mart 2016-cı ildə IŞİD terroristlərinin əlindən azad olundu. Rusiya Silahlı Qüvvələri, Suriya qoşunu, Hizbullah təşkilatının hərbi birləşmələri və digər könüllü dəstələrin birgə əməliyyatı nəticəsində Palmira şəhəri yenidən Suriya Ərəb Respublikasının nəzarəti altına keçdi. Azad olunduqdan sonra Rusiya ordusunun mina təmizləyən bölüyü bir ay ərzində Suriyanın Palmira şəhərini minlərlə partlayıcı maddələrdən təmizlədi. Konferansda ilk olaraq Rusiya Mədəniyyət Nazirinin müavini Vladimir Aristarxov çıxış etdi. Media nümayəndələrinə Sovetlər İttifaqının tarix dərsliyini göstərən nazir müavini üzərində göstərilən Palmira şəhərindəki triumfal arkanın yer üzündən silindiyini qeyd etdi. Belə emosional girişdən sonra söz Suriya Ərəb Respublikasının Rusiyadakı səfiri Riyad Həddada verildi. Diplomat ilk öncə Suriya xalqını müdafiə edən bütün qüvvələrə öz təşəkkürünü bildirdi. Cənab Həddad qeyd etdi ki, Suriya Allahın köməkliyi ilə və öz dostlarına söykənərək Vəhhabi terrorizminə qalib gələcək. Dünya şöhrətli Ermitaj Muzeyinin direktoru Mikhail Piotrovski də mətbuat konferansının qonaqları sırasında idi. Məhz Piotrovski Rusiya hökumətinin Palmira şəhərinə göndərdiyi elmi tarixi ekspedisiyasının sədri olmuşdur. Должно быть так, как есть. А это значит, что культура выше политики. Bəzi qərb dövlətləri Palmiranın qarət olunmasına biganə yanaşırlar. Lakin bizim fikrimizcə mədəniyyət siyasətdən üstün olmalıdır. Onlar başa düşməlidirlər ki, mədəniyyət abidələrini qorumaq bizim ümumi vəzifəmizdir. Biz bu abidələri gələcək nəsillər üçün qorumalıyıq. Rusiya hərbi qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar məhz bu məqsədləri güdür. Воздушных сил, это и есть, это было политическое. Konferans iştirakçılarının yekdil rəyi bundan ibarət oldu ki, Suriyanın Palmira şəhərindəki əksər tarixi abidələri çox ziyan görməmişdir və onları yaxın bir neçə il ərzində yenidən restavrasiya etmək olar. Lakin təəssüf ki, dünya tarixinin inciləri olan bir neçə abidə birdəfəlik olaraq bəşəriyyət tərəfindən itirilmişdir. Потому что спасение памятников культуры это Suriyada törədilən vəhşiliklərə normal insanlar biganə qalmamalıdır. Təəssüf ki, həmişə belə olmur. Əgər zamanında beynəlxalq ictimaiyyət Vəhhabi terroristlərinin Palmiraya girməsinin qarşısını alsaydı, onda gördüyünüz bu itkilər baş verməzdi. 10-й план оставался. Emin Abbaszadə, Vüsal Abbasov, Səhər Beynəlxalq Televiziyası, Moskva.